İstərdim ki, alqoritm biliklərimizi qısa olaraq xatırlayaq. Məsələn, yazaram ki, məsələn, A bərabərdir 9, B bərabərdir 7. Sonra da yazaram ki, deməli, A böyükdür B-dən. Bir hərsi olsun, yəni də yox olsun. Hərdə yazacağım ki, A bərabərdir A üstə gəlsin B. Yoxda yazacağım ki, A bərabərdir A çıxılsın B. Və çap bloku A. İndi burada sizcə hansı blok icra olunacaq? 9 7-dən böyükdür. Hə, gəlirik hə qoluna. Bəli, Onda Hamısı 9-un beni üstünə gəlib 7 gəlirik, eləyir çıxacaq. 16. bəli, Çatda olur 16. bəli. Şərt ödəndiyi halda, yəni if ödəndiyi halda biz qətiyyən, hə ödəndiyi halda qətiyyən yoxa baxmırıq. Yoxa hansı halda baxarıq? Məsələn, belə halda baxarıq. Deyərik ki, yox, Ödənməsə. ödənməsə Kiçik deyək. olsaydı. Bəli. Hə, Bir ödənməsə. də natamam budaqların alqoritmində isə dedik ki, yox qolu olmaya da bilər. Yəni burada əgər şərt ödənəndə zaten bizim ehtiyacı olmur yox qoluna, amma ödəməyəndə artıq yox qolu lazımdır. O da yoxdur. Onun nəticə nə olur? A. A elə köhnə qiyməti nə idi? 9 idi, elə olduğu kimi qalır. Yəni heç bir əməliyyat aparılmadı burada. Çünki normalda burada əməliyyat aparmadı. Yox, yox. Bax, indi bu gün keçəcəyimiz əslində elə budur. Ona görə budur ki, hə, bildiyimiz if elə hə deməkdir. Yoxsa else, else isə yox deməkdir. Yəni, şərt ödənəndə, necə ki, burada şərt ödənəndə həyə etmirdik, Pythonun həsi də elə həmin o if-dir də. Məsələn, sadə bir proqram, deyirəm ki, A bərabərdir 9, B bərabərdir 7, sonra yazılır ki, if əgər A B-dən böyükdürsə, mütləq qoşa nöqtə qoyulmalıdır. A bərabərdir A plus B. Əks halda else qoşa nöqtə qoyuruq, düşürük yeni sətrə. A bərabərdir A minus B. Və son nəticəni ekrana çap etmək üçün print komandasından istifadə olunur. Print A, yəni A-nın son qiymətini çap edir. Təbii ki, burada A B-dən böyük olduğuna görə Demirəm, nə hal verirsən? 9 ilə 7 toplanır, Yoxsa. edir 16. Cavab oldu 16. Baxın, cavab oldu 16. Və burada bir dəyişiklik edirəm. A B-dən böyükdür, yox. O zaman else-yə keçir. Nə baş verir? 9-dan, onda A-dan B çıxır, 9-dan 17 çıxır. Bu da qalır mənfi neçə edir? Mənfi 8. Bəs birdən else qolu olmasa nə baş verər? Else qolu olmasa, şərt də ödənməsə print A, A-nın son qiyməti, yəni A-nın öz ilkin qiymətini götürür də 9-u. Dəyişiklik olmadı da, əməliyyat getmədi. Və yaxud da burada A əvəzinə biz məsələn C yazsaq, nəticəni C-yə versək, print C burada əməliyyat getmədi axı, heç bir əməliyyat aparılmadı deyə o zaman nəticə olmadı, xəta baş verdi. Yəni mümkün olmadı. Yəni bildiyimiz həmin hə yoxdur. If ödənirsə biz else-yə baxmırıq, if ödənmirsə mütləq şəkildə else-yə baxırıq. Deyir, əgər 12 böyükdür 8-dirsə, çap olunsun, məsələn, 9. Əks halda çap olunsun 8. Əgər 16 böyükdür 20-dirsə, çap olunsun 16. Əks halda çap olunsun, məsələn, 17, 18. Əgər 12 böyükdür 4-dürsə, çap olunsun 3. Bunun əks haldası yoxdur. Bir də if 14 böyükdür 20-dirsə, çap olunsun nə? 5. 20 çap olunsun və else-si də yoxdur. Baxırıq. 12 4-dən böyükdürmü? Bəli. 8-dən. 9 çap olunacaq. Bəli. 9 şərt ödəndi, 9 çap olundu və bunun else-sinə baxmadıq. Bir də 3 çap olunacaq. 16 20-dən böyükdürmü? Xeyr.
Məcbur qalıb gedirik LC-yə və 18-i sap edirik. 12 4-dən LC var axı burada. 12 4-dən Aha, neyse. bəli, ödəyirsə 3 sap olunur. 3 14 olunacaq. 20-dən böyütürmü? Xeyr. 20 çap olunmur. LC-si olsaydı, burada LC falan olsa düşərdi. Olmadığına görə də heç nə çap olunmaz. Demək cavab oldu nə? 9, 9, 18 və 3. 9, 18 ədədləri çap olunur. Gəlin baxaq. Həqiqətən də 9, 18, 3 və nədir? Yəni məncə elə də çətin şey deyil. Yəni if ödəndiyi halda Bilmirəm. elifə. Yəni bu dərinlik belə deyil də, orta məktəbdə həqiqətən bizə bir Bəli. çox çətin gəlirdi, amma belə də çətin deyil imiş. Xeyr. Yo, bir də operatorlar müəllim çaşdırmasa, operatorlar var orada istifadə olunacaq. Onları əzbər bilsən. Bəli, bəli. Belə gedişat bu asandır, amma çətinləri var da. İnşallah asandan çətinə doğru hamısını izah edə gələcəm. İndi ola bilsin ki, nəsə nəzərimdən qaçar da kitabda da test topluda görən kimi yadıma düşəcək deyəcəm. Yəni məncə bəli. Buyurun. Davam edin. Yox, defdən düşür çox. Mən neçə dəfə baxmışam, bu sertifikasiyada hamı deyir defdən düşür, biraz o çaşdırıcıdır. O da asandı var, müəllim. Deflərin də asandı var, amma Bəli, çətini də bəli. var. Bəli, inşallah Həm arzu şəkildə onu da izah edəcəyik. yəni Əslində asandı deyə bilirəm. asanlığı da var, biraz qarışıq var. İndi onların hamısını əslində yolunu tutandan sonra öz-özünə gedir. Bir də sən eləmirsən. Belə asan def eləyə bilirəm, amma qarışıq olanda çaşdıram da, ona görə biraz narahatam. Görək inşallah İnşallah öyrənərik sayənizdə. İnşallah yaxşı olar. Hə. İnşallah. Məncə burada bir problemimiz yoxdur. Bir də var mənim iki qat iflər. İki qat iflər nə tər olur? Məsələn, yazır ki, if 12 böyükdür 8-dən. Bir də deyir ki, if 15 böyükdür 9-dan. Olarsa çap olunsun məsələn 3. Sonra deyir ki, else çap olunsun 6. Sonra deyir ki, else çap olunsun məsələn 9. Baxaq. Bayaqki iflə bu ifin fərqi var. Bayaqki iflər hamısı alt-alta idi. Heç birindən asılı deyildi, müstəqil iflərdir. Baxın, bu içəridə olmaq o demək ki, bu içəridə yazılan if əsas ifə tabedir. Yəni çöldəki ifə tabedir. Bu ödənmədiyi halda biz buna girə bilmərik. Gəlin bunu belə düşünək də. Bu test mərhələsidir. Bu müsahibə mərhələsidir. Müsahibə mərhələsinə dəvət almaq üçün biz mütləq test mərhələsini keçməliyik. İraq olsun, bunu keçməyəndən sonra bunu bizə çağırmayacaqlar. Aydındır? Elə bil bu evin həyət qapısıdır. Bu evin öz daxili qapısıdır. Həyət qapısı bağlı olandan sonra evin öz qapısının açıq və ya bağlı olmağının bir əhəmiyyəti yoxdur. Aydındırmı? Bu if ödənməsə, Elsə düşürük. elsə düşəcək. Buna yox ha. Bu ödənməsə, Bilirəm, bilirəm. bu elsiyə düşəcək. Yəni hər Yəni bir elsi özü ilə eyni tuşda, eyni sırada olan ifə aiddir də. elsə tabii. Bəli. İndi bizim birinci mərhələmiz ödəndi. 12-8-dən bölünür, bəli. Və ikinci şans, ikinci bir şərti yoxlayırıq. 15-9-dan bölünür, bəli. Ödəndi və nə oldu? Nəticədə 3 çap olundu. Gəlin yoxlayaq proqramı görə həqiqətən də 3 çap olunur, yoxsa yox. Gördüyünüz kimi 3 çap olundu. Birdən birinci ödənib, ikinci ödənməsəydi, o zaman nə baş verərdi? Birinci mərhələni keçdik. Elə bir ki, baxın, birinci mərhələni keçdik, bəli. İkinci mərhələni keçmədik. Onda elsə düşürük. Hansı elsə? Hansı ifdə ödəməyibsə, o ifin elsəsinə. Baxın, onda cavab olacaq 6. Aydın oldu? 6. Baxaq. 6. Bəs birinci elsiyə biz nə vaxt düşər gedər yoxlayacaq? O, birinci if ödənmədikdə yoxlayacaq. Yəni, tutaq ki, burada belə bir şey verilib, burada isə belə verilib. Birinci if ödənmədiyi halda, ikinci ifin artıq ödənib ödənməməsinin mənası yoxdur. Biz onu görmürük. O içərdədir. Aydındırmı? Elə bir ki, iraq olsun, testi keçməmişik, amma müsahibəni 100% bilirik. Bizi kimdir ora bıraxan? Elə bir olimpiyadanın şəhər turunu şagird keçməyibsə, onu Respublika turuna buraxmazlar. Rayon turunu keçməyibsə. Və yaxud da ki, uşaq buraxılış imtahanına getməyib,
Amma bloku %100 bilir, çox da bilir. Onu kimdə bloka buraxan? Birincini keçməsən, onda birbaşa, ikincidə nə var? Bu qapı bağlıdır da, düzdür? Bu qapı bağlıdır. O yönəldilir bura. Növbətə nə olacaq? 9 çap olunacaq. Yəni birinci mərhələ ödənmədikdə o zaman nə baş verir? İkincinin LC-sinə düşürük. Bəs birdən belə bir şey olsa, baxın bu olmasa o zaman nə baş verir? Onda heç nə baş vermir. Bu LC-yə düşə bilmərik. Niyə düşə bilmirik? Ona görə düşə bilmirik ki, bu LC bu ifindir. Ödənmədi, düzdür heç nə. Nəticəsiz qalacaq. Heç bir nəticə olmayacaq. Baxın, nəticə yox. Xəta vermir ha. Sintaksi səhv yoxdur burada. Sadəcə olaraq nəticə olmur da. Elə bir ki, baxın. Biz bu if ödənməsə, gəlib bu ifi yoxlaya bilmərik. Yəni, bura LC-yə düşə bilmərik. Bu içərdədir. Hansı if ödənmirsə, onunla eyni sırada olan LC yoxlanmalıdır. Və yaxud da ki, gəlin belə eləyək. Burada bir dənə else yazaq. Olsun. Məsələn 2. Bu dəfə burada şərt ödənməsin və bu else götürürəm. Onda nə olacaq? Heç nə olmayacaq. Yəni siz düşünməyin ki, hə, amma bu ödənsin də, yəni bu normalda bu ödənsin. Siz düşünməyin ki, bu ödəndi, əla. Birinci mərhələni keçdik, test mərhələsini keçdik və ikinci qapı açılmadı. İkinci mərhələni keçə bilmədik. Biz bu else-yə düşə bilmərik artıq. Bir daha deyirəm, hər bir else onunla eyni sırada dayanan, onunla eyni tuşda olan if-ə aiddir. Bu else bu ifindir. Yəni deyir ki, bu if ödənməsə gəl üstümə. Mən bu ifimdən keçmişsən də, gir içəridə ödənməyibsə, içəridə else axtar. Və biz bu else-yə gedə bilmərik. Və nəticədə nə olacaq? Nəticədə heç nə olmayacaq. Çünki içəridəki ifin else-si yox. Aydın oldu. Yəni bunların da mütləq şəkildə biz fərqini bilməliyik. Yəni bu ödənirsə, ikinci ödənmirsə, onun LC-si varsa içəridəki LC-yə düşürük, yoxdursa heç nə olmur. Yox, birinci ödənmirsə, içəridənin ödənib ödənməməsinin bir əhəmiyyəti yoxdur, zaten birincinin LC-sinə düşürük. Yəni birinci if ödənmirsə, onun LC-sinə baxırıq, yoxdursa heç nə çap olunmur. Birinci if ödənirsə, biz ikinci ifə yalnız birinci if ödənəndən sonra baxa bilərik. O da birinci if ödənəndən sonra ikinci if ödənirsə, LC-lərə baxmırıq. Birinci if ödənib, ikinci if ödənmirsə, ikinci ifin LC-sinə baxırıq. Birinci if ödənib, ikinci if ödənmirsə və ikinci ifin LC-si yoxdursa nəticə olmur. Yəni heç nə çap olunmur. Kimi izah edə bildim? Nə aydın olmadısa, nə qaranlıq qaldı deyin zəhmət olmasın. Müəllim, aydın oldu. Və müəllimlər, deməli, bir mülahizə adlanır sadə mülahizə, iki və daha artıq sayda mülahizə isə adlanır mürəkkəb mülahizə. Mürəkkəb mülahizələri, əslində mülahizələr sadə mülahizələrdən yaranır və mürəkkəb mülahizələri əlaqələndirmək üçün and və or operatorlarından istifadə olunur. And operatoru odur ki, bütün şərtlər ödənməlidir. Or operatoru odur ki, yalnız bir şərt ödənsə kifayətdir. Yəni and və deməkdir. Bütün şərtlər ödənməlidir. Elə ki, getmişəm mən kitabxanaya, satıcıya deyirəm ki, mənə dəftər və qələm və pozan ver. Satıcı və dediyimə görə hər üçünü mənə verməlidir. Üçündən hər hansı birini verməyib, ikisini versə mən ondan razı qalmıram. Axı mən ondan üçünü istədim. Və yaxud da ki, deyirəm ki, mənə dəftər və ya qələm və ya pozan ver. Bu zaman üçündən birində versə mən ona razı qalacam, ikisində versə qalacam, üçündə versə qalacam. Yəni or və ya deməkdir. Bir dənəsi o ödəsə kifayətdir. And isə və deməkdir. Bütün hallar ödənməlidir. Yəni and aqressiv operatordur. Heç vaxt yalanı bağışlamır. Milyon dənə əməliyyat ola orada, mülahizə ola, hamısı doğru ola, bir dənə yalan olandan sonra bütün doğruları silir. And belədir. Və nəticə ödənməmiş sayılır, yəni razılaşmır. Or isə humanist operatordur. Bir dənə operator, bir dənə şərt ödəndiyi halda digər şərtlərin ödənməsinə ehtiyac yox. Məsələn, gəlin buna aid bir nümunə ilə tanış olaq. Deyirəm if əgər 16 böyükdür 5 and 2 böyükdür -9 and 4 kiçikdir 8 and
3 böyükdür 0 and 7 böyükdür 2 and 3 böyükdür 10 and 4 böyükdür -100 olarsa çap olunsun nə? Sertifikasiya sözü. Sertifikasiya. Əks halda çap olunsun nə? Çap olunsun mix sözü. Mix. İndi gəlin baxaq. Deməli, birinci mülahizəmiz ödənir. 16 5-dən böyükdür. İkinci ödənir 2 -9-dan böyükdür. 4 8-dən kiçikdir. 3 0-dan böyükdür. 7 2-dən böyükdür. 4 -100-dən böyükdür. Bir dənəsi ödənmir. Bir dənə içində gözmuncuq olduğuna görə bütün doğruları sildi. Bir səhvə, bütün doğrular bir səhvin yanlışın qurbanı oldular. Və nə olacaq? Mix sözü səhv olacaq. Çünki milyard dənə doğru olsa da belə, biz artıq riyazi məntiq dərsində bunu bilirik. Baxın, mix çap olundu. Bir dənə səhvə görə bütün doğrular artıq nə oldu? İptal olundu. O isə çox humanist və üzüyola bir operatordur. Məsələn, yazaram ki, burada şərtləri dəyişirəm. Bunu 25 eləyirəm. Əndləri də ora çevirəcəm hamısını. Or 2 böyükdür. Deməli 9-dan olsun or 4 kiçikdir. 14 kiçikdir yazacağım. 8-dən bunu da or edirəm. 3 böyükdür 20-dən. Bunu da or edirəm. 7 böyükdür 92-dən. Bunu da or edirəm. Və 3 böyükdür. Deməli, ondan bunu da or edirəm. Və 4 böyükdür -100-dən. Baxın, birinci mülahizəmiz yalandır. İkinci də yalandır. Üçüncü də yalandır. Dördüncü də yalandır. Beşinci də yalandır. Altıncı da yalandır. Bunca 6 dənə mülahizədən sonra, yalandan sonra bir dənə doğru mülahizə var burada. 4 -100-dən böyükdür və ümumi olaraq mülahizə doğru hesab olunur. Bir dənə doğruya görə 6 dənə yalanı bağışladı və nəticədə nə olur? Sertifikasiya sözü çap olunur. Yəni, bir doğru orada bütün yalanları silir. Yəni, bir dənə doğruya görə bütün yalanlar bağışlanır. And isə nə baş verir? Bir yalana görə bütün doğruları hesə sayır. Not operatoru isə belədir ki, şərtin tam əksini götürür. Doğrunu yalana çevirir, yalanı doğruya çevirir. Yəni biz normalda burada bir not operatoru yazsaq, asal mötərizə not yazsaq, normalda bu nə etmişdi? Doğru etmişdi də, düzdür? Not onu yalana çevirəcək və else düşəcək mix sözü səhv olunacaq. Yəni doğrunu yalana çevirir. Burada not if bir dəqiqə. Harda bizim if olmur da burada. If olmur. If olmur. Görək hardasa səhv etmədik ki. Yox, hardasa səhvə yol veririk. If not. If notdan sonra. If əvvəl gəlməlidir. Hə, burada səhv edirik. If not. Məncə indi düz olacaq. Bəli. Yəni normalda əslində bunları biz riyazi məntiq dərsində keçdiyimizə görə, təzə keçdiyimizə görə, yəni çox xırdalıqlarına varmırıq da. Yəni bu operatorlar belə işləyir. Biz dedik ki, if ödənsə else-yə baxmırıq. If ödənmədiyi halda else-yə baxırıq. Əgər bir neçə mülahizə varsa, and-dirsə, o halda bizdən razı qalar ki, bütün mülahizələr doğru olsun. Bir yalan belə bağışlanılmır. O halda bizdən razı qalır ki, yalnız içində bir dənə mülahizə doğru olsun. Qalan nə qədər yalan olsa da o bizim yalanlarımızı bağışlayacaq. Səhvlərimizi bağışlayacaq. Bəzən sual verirlər ki, bəzən müəllimlər, yəni də şagirdlər ki, müəllim birdən ənddə 2 dənə yalan olsa, onda nə olar? Əslində bu sual biraz məntiqsiz sualdır. Çünki əgər bir adam sənin bir səhvini bağışlamırsa, daha çox səhvini bağışlayarmı? Təbii ki, bir dənə səhv belə kifayətdir ki, səninlə olan bütün münasibətləri sıfırlasın. Yəni, ənd bu cür operatordur. O isə
bir dənə doğruya görə bütün yalanların bağışlayır. Elə bir şey, gəlin belə düşünək də. İndi yəni ki, burada Sovet dövrünün təhsilini görən müəllimlər var, ən azı tələbələr var, o vaxt tələbə olan şəxslər var, müəllimələrdən. O vaxt axı bu test falan yox idi, bilet çəkməkdir. Təsəvvür edin ki, imtahandasınız, bilet çəkirsiniz. Normalda biletdə 3 sual var. Siz ikisini danışdınız, amma müəllim çox qəddar bir müəllimdir. Üçüncü sualı bilmədiyinizə görə sizi kəsdi. Və yaxud da ki, müəllim çox humanist müəllimdir. Siz üç sualın ikisini danışmadınız, sadəcə olaraq birini danışdınız və o sizə nə qiymət yazdı. Yəni, həmin o qəddar müəllim, sizi kəsməyə əlində e, fürsət axtaran müəllim, onun siyahısında Həm adımız operatordur. adı yoxdur da, o vaxtı biraz vəziyyət başqa cür idi axı. Yəni, normalda əvvəlcədən gedib kimlərsə tapmalı idin, siyahıya düşməli idin. O vaxtı belə idi də, yəni indi düzdür, indikilər deyir ki, ay Sovet təhsili belə Sovet təhsili o vaxtda yəni hər adam bacarmırdı gedib özü qəbul olsun. Ən azından bir yazıdan zatdan bir vergülü səhv qoyanda bir üstdən zatdan verib konkursa salıb kəsilsin. Çünki əvvəlcədən tutulur da yerlər. Bu günləri bu siyahıda Razimin adı yoxdursa, Razim neynəsə də onun çox çətin məsələdir düşmək. Hə, yəni o müəllim də neynəsin? Ona da tapşırıq verib ki, burada 25 nəfər hüquq fakültəsindən qəbul olacaq. O da hər rayonun prokurorunun rəisinin oğludur. Sən də pambıqçının oğlusan, get pambığı yığ. Sən burada nə işin var? O kəsirlər. Yəni bu test mərhələsinin bir yaxşı üsulu vardır ki, pambıqçının da oğlu, ayaqqabı tikənin də oğlu gedib universitetə qəbul ola bilər, əgər savadı varsa. 3 saat ərzində heç kim onu narahat eləmir ki, otur sinifdə yaz da. İndi sonrası nə olacaq? Qutaran sonra iş tapa bilməsə o başqa söhbətdir. Amma əsas odur ki, gedib hüquqa qəbul ola biləcək. Yəni demək istəyirəm ki, burada həmin o pis müəllim ənddir də. Yəni normalda səni çalışır ki, səni kəssin. O humanist müəllim də budur ki, o ola bilsin ki, baxır ki, bu rəisin oğludur. Bundan pul alıb axı. Uşaq da heç nə bilmir. Nəsə eləyir ki, buna bir üçdən zaddan versinlər ki, bunun pul alıb da, yəni bunu kessinlər. Yəni baxın, vəziyyət budur. Ənd bir dənə səhvi heç vaxt bağışlamır. O isə bütün bir doğruya görə bütün səhvləri bağışlayan operatordur. İfdən danışdıq, elsədən danışdıq. Bir də elif var. Deməli, if hamısından üstündür. If ödəndiyi halda nə elif, nə elsilərə qətiyyən baxılmır. Elə düşünün ki, if məktəb direktorudur. Elif birinci müavindir. Deyək ki, zabus deyirik də biz ona. Elsə isə ikinci müavindir. Deyək ki, təşkilatçı müavindir. Normalda direktor olan yerdə, bir tədbirdə direktor varsa, direktor ola-ola müavinlərin çıxış etməsi təbii ki, düzgün deyil. Heç protokol qaydalarına uyğun deyil. Və yaxud da ki, direktor varsa, məktəbdə isə gələn yoxlamanı o qarşılayır, qəbul edir. Direktor olmadığı halda onun vəzifə səlahiyyətləri keçir onun birinci müavininə. Birinci müavin olduğu halda ikinci müavin söz sahibi deyil təbii ki. Birinci müavin olmadığı halda ikinci müavin söz sahibi olur. Yəni burada da if sanki direktordur. Elif birinci müavindir. Direktordan sonra ikinci adam. Elsə isə ondan sonraki müavindir. Və ola bilərmi ki, bunların yeri dəyişik olsun? Heç vaxt Elif və ya Elsi ifdən əvvəl gələ bilməz. Eyni zamanda da Elsi ifdən əvvəl, Elifdən də əvvəl gələ bilməz. Məsələn, yazır ki, əgər 12 böyükdür 8-dirsə, çap olunsun, məsələn, 4 Elif Elif 10 böyükdür 9'dursa çap olunsun 3 və S çap olunsun 1. Və təbii ki 12 8-dən böyük olduğuna görə, şərt ödədiyinə görə 4 çap olunacaq. Normalda 19-dan böyükdür, olsun da böyük. Biz ona baxmayacağıq, çünki bizim ifimiz ödəndi. Və proses sonlandırılacaq. If ödəndiyi halda elifə bax, burada mən niyə bunu qoyum? Hə, print bu olmayıb, mötərizə oldu. If ödəndiyi halda elifi bizim üçün maraqlı deyil artıq. Baxın, gördüyünüz kimi 4 səhv olundu. Bəs nə vaxt elifə düşəcək? O halda düşəcək ki, direktor yerində olmasın. Məsələn, indiki vəziyyətdə ödənməsin. Ödənmədi. 12 89-dan böyük deyil. O zaman nə olacaq? Elifə düşəcək və 19-dan böyük şərti yoxlanılacaq. 93 çap olunacaq. 93 çap olundu. Bəs elsiyə nə vaxt düşərəm? Elsiyə də onda düşərəm ki, yəni bu da ödənmir, bu da ödənmir, ondan sonunda məcbur qalıb elsiyə düşərəm. Elsiyə elə bir ki, ən sondur da. Yəni ən sonuncu mərhələdir, ən son nəticədir. Elə bir ki, gəlin belə düşünək də. E, e,
o uşaq ki bu qəbul imtahanında ki bu ixtisas seçimində yer seçirik, ən aşağı ballar, lazımsız ixtisaslar, gələcəkdə əmək bazarında özünə yer tapmayan ixtisasları götürüb 14-cü, 15-ci yerə yazırlar ki, linç bir uşaq institutuna qəbul olsun. Hara olur olsun, ne fərqi yoxdur. Qoy desinlər ki, nə bilim Qurbanoğlu instituta girdi, ya nə bilim Aytəkinin qızı instituta girdi, Ayamandı qonşunun içində biabırları linç bir girsin. Bax, odur. Əlacsızlıqdan, çarəsizlikdən. Sonuncu mərhələdir. Eğer ki bunlar istəyirdilər ki uşağı getsin hüquqa qəbul olsun. Gördülər hüquqa balı çatmır, dilə ev yoxdur, onda tarix müəllimi olsun. O da çatmır, dilə heç olmasa getsin kitabxanaçıya zada düşsün. Heç olmasa kitabxanaçılığı qurtarsın. Yəni normalda e, elsi ən sondur da, yəni ondan aşağısı yoxdur. Ən aşağı, ən pis halda, yəni heç bir ona qədər bütün mərhələlər keçir, ən sonda yazılan bir şeydir. Elsi. Əgər amma burada bir neçə if yazsaq, tutaq ki burada bir neçə üzr istəyirəm, elifimiz var. 15 böyükdür 7 çap olunsun. Məsələn 19. Bir dənə də elif yazıram. Elif 20 böyükdür 19, 11, 12-dən. Məsələn çap olunsun 31. Bir dənə də yazıram. Elif 16, 17 böyükdür 8-dən çap olunsun. Məsələn 100. Və burada ifi də qoyuram 12 böyütür 8. Baxın, bizim bu proqramımızda bir dənə ifimiz var. 1, 2, 3, 4 dənə elifimiz var. Bir dənə də elsimiz var. İndi baxaq. Birinci ifimiz ödəndi. 13.9-dan böyükdür. Vəssalam. Bununla da proqram öz işini dayandırdı. Normalda tutaq ki 10 hətta lap istəyirsiniz biraz da burada bir dəyişiklik edək. 19-dan böyükdür, 15 7-dən böyükdür. Bütün hamısı ödəyir də. Düzdür 20 12-dən böyükdür, 17 8-dən böyükdür, amma heç birinə baxmır. Elə bil ki, müdür işlədir. Birinci mavin, ikinci mavin, üçüncü mavin, dördüncü mavin və beşinci hamısı iş yerindədir. Yoxlama gəlirsə, qonaq gəlirsə müdür qarşılayır onu. İf ödəndisə, orada elifə, elsiyə artıq söz verilmir. Vəssalam. Bununla da proqram öz işini dayandırır. Vəssalam. 4. Bununla da proqram bitdi. Bəs birdən if ödənməsəydi, yəni normalda, onda nə baş verərdi? 12 9-dan da yazmış 29-dan böyüdü, yox. İf ödənmədiyi halda sanki direktor hal-hazırda işinin başında deyil, səhhəti ilə əlaqədar yeni nəsə bir səbəbə görə işdə deyil və onun hakimiyyəti avtomatik keçir birinci müavinə. Artıq bu Elifin fikrini soruşacaq. Amma nə qədər ki bu varsa bunun fikri heç kimin maraqlı deyildi. 19-dan böyükdür? Bəli, şərt ödənir və 93 çap olunur. Və bununla da yenə deyirəm, bitdi. Elifin biri ödənsə, normalda o birisilər də ödəyir ha. Amma biz artıq o bizə maraqlı deyil. Və o 93 nömrəli çap olundu. Bəli. 93 çap olundu. Bəs növbəti elifə nə vaxt keçər? Əgər bundan əvvəlki if elif ödənmirsə, bəli, o zaman 10-29-dan böyütür, 15-7-dən böyütürə 19 çap olunur. Yəni bir elif ödənmədiyi halda ona keçər. Bəs elsiyə nə vaxt keçər? Elsiyə o halda keçər ki, normalda heç bir bizim elifimiz ödənməsin. Baxın, heç bir elif ödənmir, if də ödənmir. 12-29-dan böyük deyil, 10-29-dan böyük deyil, 15-27-dən böyük deyil, 20-120-dən böyük deyil, 17-18-dən böyük deyil və artıq son qərar, son çırpıntılar və bir çap olunur burada. Yəni ən sonda baxılan bir şeydir. Aydındır. Amma burada mən bu ifləri, elifləri iflərlə əvəz edirəm və hamısını da eləyək ki, ödəsin. Hə, baxın, elifdə necə idi? Elifdə belə idi ki, məsəl üçün bir if ödənsə, o bir ifə keçmirəm də, düzdür. Məsəl üçün yazıram, buna da elif yazım. Hə, 12-29-dan, 12 böyükdür 9-dan, bəli, ödənəcək. Digər eliflərin ödənib ödənməməsi artıq maraqlı deyil və nə baş verəcək? 4 çap olunacaq, bunu da proqram dayanacaq. Gəlin bir daha yoxlayaq. 4. Amma o normalda bu da ödəyir. Bütün elflər ödəyir də, doğru, düzdürmü? 19-dan böyükdür, 15 7-dən böyükdür, 22-dən böyükdür, 17 8-dən böyükdür, amma biz heç birinə baxmadıq.
Amma bu eliflər hər biri iflər olsaydı, artıq mən görürsünüz eliflər iflərlə əvəz edirəm. Bu zaman bütün iflər bir-bir yoxlanmalıydı. Yəni 12 9-dan böyükdür, bəli 4 çap olundu. O demək deyil ki, artıq 4 çap olunsa digərlərinə baxmayacaq. Bunlar heç birinə tabe deyil. Əgər ifdən sonra elif və ya else gəlirsə, deməli o ifin davamıdır. Proqramın davamıdır. Yox, ifdən sonra yenə if gəlirsə, ikinci ifin birinci ifdən heç bir yaxından uzaqdan qohumluq əlaqəsi yoxdur. O zaman onun elifi olmalı normalda. Elsesi olmalıydı. Sonra növbəti if başlamalıydı. İndi ifdən sonra ifdirsə, deməli onun elif elsesi yoxdur da natamamdır. Yəni bunlar hər biri ayrı-ayrı məktəbin rəhbərləridir. Əgər bir məktəbdə, bir tədbirdə X saylı məktəbin direktoru çıxıb orada danışıbsa, o demək deyil ki, orada Y saylı məktəbin direktoru danışmamalıdır. Çünki bunlar hər biri müstəqildirlər və burada biz hamısını yoxlayacağıq. Yəni hamısı iflərdə istəyir ondan yuxarıdakının hamısı ödənsin, bax görürsünüzmü? İstəyir ödənsin, istəyir ödənməsin. Hamısı çap olunacaq. Amma ifdən əvvəl elifdirsə, yox. Əgər ifdən if yox, elifdirsə, elsedirsə, if ödəndiyi halda heç bir halda biz nə edirik? Elifə və ya elsiyə düşmürük. If ödənmədiyi halda elifə və ya elsiyə düşürük. Aydındır? Bəli, mənə aydındır. Nəsə aydın olmayan bir şey varsa, qaranlıqlı nəsə qalırsa, zəhmət olmasa deyin. Xeyr, aydındır müəllim. Hı hı. İndi gəlin bir dənə də nümunə göstərək. If 12 böyükdür 8-dən, or 7 böyükdür 10-dan olarsa, çap olunsun 15% 7 elif 14 böyükdür 2-dən and 4 də böyükdür 3-dən olarsa, çap olunsun 19% 8 bir dənə də elif yazaq. Elif 11 böyükdür 3-dən and 4 böyükdür 5-dən olarsa, çap olunsun 23% 16 bir dənə də yazaq ki, else çap olunsun 45% 96. Aha. Gördüyümüz kimi müəllimlər, burada if ödəyir. Düzdür, 12 8-dən böyükdür. Or olduğuna görə bir dənə əgər doğrudursa, baxmağa ehtiyac yoxdur. Bu ödəmir, ödənməsin, pisliyi özünə qalacaq. Mənim orum var. Humanist operatorum var. O mənə başa düşəcək. Və mən bir dənə doğruma görə nə baş verəcək? Nəticə doğru olacaq. Və nəticə doğru olandan sonra da nə olacaq? 15 Heç bir faiz aydın 7 yoxlanılır. O da 15-i 7-yə bölüb qalığı tapılır 1. 1. Yəni, bu bitdi. Və digər eliflərə baxılmır. Çünki if ödəndi. Əgər bu if ödənməsəydi və mən o birisi eliflərə keçəcəkdim. Məsələn, tutaq ki, burada məsələn 12 böyütür 8 yox, 12 böyütür 18 qoyuram. Aha, artıq or belə mənə kömək eləmədi. Çünki or yazıb nə varsa deyir ki, qardaş, heç olmasa sənin bir dənə düzün olsun da. Səndə o da yoxdur axı. O zaman elfə keçirəm. 14 2-dən böyükdür, bəli, doğrudur. 4 3-dən böyükdür, bəli, doğrudur. Və o zaman nə olacaq? 19-u 8-ə bölüb qalıq tapacaq. 19 8-ə qalıq üstü 3 dəfə. 2 dəfə tam üstə düşür. 2 8 16 3 qalıq qalır, düzdür? Və 3 çap olunacaq. Digər elflər artıq mənim üçün nə edəcək? Maraqlı deyil. Hə, bu da ödənməsəydi, məsələn, burada bir dənə ödənməsəydi, birinci ödənir, ikinci ödənmədiyinə görə nəticədə nə baş verəcəkdi? Ödənməmiş sayılacaqdı və mən məcbur olub düşəcəkdim bu elifə. 11 3-dən böyükdür, ödəyir. 4 5-dən böyük deyil, ödəmir. Daxı, or olsa ödəyər. Və mən möhtac qalacaqdım ən sonda elsiyə. 45% 96. Biz də bölürük, bilirik ki, bölünən kiçik olduqda qalıq onun özünə bərabərdir və cavab olacaq 45. Baxın, zəhmət olmasın. 45.
Operatorların Bilməz. Faiz tam bölmədə faiz o 19% 8 yazmışdınız. bəli, O faiz tam hissəni götürmür. xeyr, kəsr Yox, hissəni götürür. qalıq. Qalığı götürür. Qalığı götürür. Bəli. Tam Qalığı. hissəni slash göstərir. 19% 8 olur ki, 19-u 8-ə böl tam hissəni göstərir 2 dəfə. Amma 19% 8 o deməkdir ki, 19-u 8-ə böl qalıq götürür 3 dəfə. Yəni budur da mənim var. 19-u bölsən 8-ə. 2 dəfə düşər. 2 8-in 16 qalıq 3 qalar. Əgər bax bu Başa düşdüm. buna Bildim, hə, aiddir. sağ olun. Bu isə qalıqsa buna aiddir. Hə, Faiz bildim, işarəsi sağ biz olun. bunu düzdür, riyaziyyatda faiz kimi tanımışıq. Aşağı sınırda. Burada faiz deyilir, amma burada bu faiz işarəsi deyil. İşarə olaraq indi o vaxtı gərək başqa bir işarə tapardılar. Faiz dilimizə düşür. Bunun adı faiz deyil. Bunun qalığın tapılmasıdır. Hə, mənlə link atıram yenidən qoşulaq zəhmət olmasa qaldığımız yerdən davam edək.